Bir nəfər yazmışdı ki, ideyalardan ən ucuzdu və ən bahalı fast foodu yoxlamaq. İndi biz bunu yoxlayacağıq. Hello, hello. I want one, yes. How much is that? 700. 700. Okay, you give it card, something? Cash only. Good. No card. Cash No. only. Cash. We have cash. No cash. Well, I don't have cash. No, I don't have. Only card. Card no. No. Cash. Vermədilər. Okay, deməli biz ancaq kart sistemi olduğu üçün vermədilər. Bu qiyməti 700 idi, balıq idi. Thank you, thank you. Biabır elədilər. Amma maraqlıdır. Normalda Yaponlar çox mehribandır. Yəni bunlar yəqin çox turist görürlər. Bəlkə də başqa şəhərin hissəsində olsaydı pulsuz verərdilər. Fast food ala bilmədim çünki dedilər kart sistemi işləmir. Bu səbəbdən yaxınlıqda olan ATM-də, marketdən indi nağd pul çıxarıb gedib bir də cəhd edəcəm. Kim idi o yazan ən ucuz fast food söhbətini? Ona da huci hədiyyə edəcəm. Hello again. So I have. Hi. Okay, 6. How much? 7. This is 1000. Deməli belə qəribə bir balıq. Bu da bunların fast foodu. How I eat it? Just. Okay. Just. Bu təxminən 8 manatdır. Düşünürəm ki, kifayət qədər dadı yaxşıdır. Bunu axşam biləcəm. Nə qədər keyfiyyətli olduğunu axşam biləcəm. Qaldı ən bahalı fast foodu yoxlamaq. Və digər göstərəcəyim indi yer ən bahalı fast foodu üçün. Əslində dünyanın qarışıq və belə qəribə fast foodlarını verən ən məşhur küçədir. Osaka'da yerləşir. Yaponiya Osaka şəhərindir. Mən buranı göstərim. Yəni burada baxın, hətta fast foodları bu formada hərəkətə də gətirirlər. Bax, krab. Bu hərəkət edir. Orada inək maketini düzəldiblər. Burada bir drakon var. Burada balıqlar. Mən indi bunları yoxlayacağam. Burada əsas növbədir. Qiymət baxımından da ucuz deyil. Çünki çox turistik bir məkandır. Və burada qəribə fast foodlar var. Mən onlardan yoxlayıb ən bahalısını çəkib göstərəcəm. Dediyim kimi növbə, çoxlu növbə. Diqqətimi çəkən bu oldu. 750. Burada yenə restoran var imiş. Belə gedirsən təsadüfən. Bir restoran belə.
Dostlar, bayaq dediyim kimi ən bahalı fast foodu yoxlamağa çalışacağam. Və digər izləyicinin verdiyi suala əsasən, daha çox tapşırığına əsasən şəhərdə ən bahalı fast foodu yoxlayıram. Və burada they're alive or they dead? They keep they move or gördüğünüz belə qəribə. Burada hər qiymətə var. Mən 外国行ったら日本語で詰めて、なんか、イエスとか OK とか言われて、カメラつけて。 onu yeyib yoxlamalıyam. Hi. You guys get I have to give food there. Okay, deyir ki burada salmalısan bunu. I want 1200. Okay, I push. İşləmir, okay. Baxmayaq ki, fast fooddur və belə bir this one, right? okay. Okay. Thank you. Burada ödəyirsən, yəni bunların əli pula dəyməsin. Və bunu mən bura verirəm. I give it to you. What's the Salt. Salt. Və bu yeməyi bizə verir. mine is okay. Yes, please. And napkins, many napkins. Here. Ah, okay. Və gördüyünüz ki, burada maraqlı belə. Thank you. Thank you. Bunu mən çəkeyim diqqətlə. Oktopus. Və mən indi bunu yeyəcəm, görüm nə dad verir. İçində hələ də bəlkə də yaşır bu, bilmirəm. Oy. Mən belə başa düşdüm ki, bunlarda qəribə yeməklər var, hamısını bu topun içinə salırlar. Amma dadı yaxşıdır. Birini də yoxlayım. William. Bu ideyanı mənə verən iştirakçını qeyd edəcəm. Ona huca hədiyyə edəcəm. Təşəkkürlər, izləməkdə qalın.